Salam əziz müştərilər, bugün sizə belə gözəl termopreslərimiz var. 38-38 sm ölçüdə onları təqdim eləmək istəyirəm. Masada 2 ədəd yerləşdirmişəm. Deyərsiniz, niyə 2 ədəddir? Əslində aralarında fərq var. Nə qədər qıraqdan bir-birlərinə oxşalasalar belə, aralarında əslində fərq var. Şimdi fərq də nədən ibarətdir? Mən sizə göstərəcəm növbəti dəqiqələrdə. Gəlin belə göstərək. Termopreslərimiz iki cür belə qubqa ilə gəlir. Biri silikondur, biri adi qubqadır. Bu bişirəcəyiniz materialdan asılı olaraq bunlardan biri ilə istifadə edirsiniz. İkisinin birindən istifadə etmək ehtiyac yoxdur. Qaldıranda nə görürük? Qaldıranda görürük ki, qalın alümin masası var. Nazik dəmirdən deyil. Belə bir plonkası var. Yəni bunun kağızın izi düşməsin, DTF-in izi düşməsin deyənə belə bir xüsusi plonkası da var burada. Termopresin istiliyin xəttlər görsənməsin deyənə, pişirdiyi xəttlər görsənməsin deyənə, məsələn kağız bişirəndə kağızın xəttləri adətən çıxır. Onlar olmasın deyənə belə bir plonkası var. O da buradadır. Sonra keçək bunların fərqinə aralarında. Fərqlər bundan ibarətdir. Birinin masası var, hərəkətli masadır. Birinin hərəkətsiz masadır. Məsələn, bunda hərəkətli masadır. Bu hərəkətlidir. Gətirdiniz, qabağa gətirdiniz. Köynəyinizi bir rahat şəkildə zapravka elədiniz. Sonra içəri saldınız və pişirməyə başladınız. Bu qədər rahatdır. Burada da əslində o qədər çətinlik deyil. Sadəcə burada biraz belə deyək də əyilməyə ehtiyacı olacaq ki, yəni əvvəllər hamı belə istifadə edirdi. İndi alanlar var. Yəni artıq əlavə özəllik istəyirsə, belə bir şeyimiz də var. Bununla da yaxından gəlib tanış ola bilərsiniz ofisimizdə. İstifadəsi qaydasını göstərim sizə. Çox rahatdır. Biz burada temperaturu basırıq, düyməsini və istədiyimiz temperaturu qoyub, 170 dərəcə qoyduq, istədiyimiz vaxtı qoyuruq, 20 saniyə vaxt qoyduq, bastıq və geri sayım başlayır. Biz bunu örtəndə geri sayım başlayır artıq. İstifadədə çox rahatdırlar. Buradan təzyiqi artırmaq üçün, azaltmaq üçün belə bir presi var. Təzyiqi artırırıq, azaldırıq. Onda da eyni şeydir. Yəni aparatlar arasında digər başqa bir fərq yoxdur. Yalnız bunlardan ibarətdir. Bunların daha ucuz variantı da bizdə var. Onu növbəti videoda göstərəcəm. Baxın, operatorla göstərir, orada var, yerdədir. Növbəti videolarda o ucuz variantda göstərəcəm. O da görünüş olaraq eynidir, amma daha ucuz variantdır. Onu da niyə görə ucuz olduğunu növbəti videolarda göstərəcəm. Bizi izləmədə qalın. Avadanlıqlara zəmanət verilir. Yaxından tanış olmaq üçün bizim ofisə yaxınlaşın. Gördüyünüz kimi burada daha çox avadanlığımız var. Tək bunlardan ibarət deyil. Hər biri haqqında məlumat almaq üçün mənimlə əlaqə saxlayın. Nömrəm videoda var və bizim yeni açdığımız web saytımız var, sublim.az. Bu avadanlıqlar tanış olmaq üçün, məlumatlar alınmaq üçün orada girə bilərsiniz. Orada daxil olub bunların qiymətlərini də görə bilərsiniz və yaxud video icmallarını da görə bilərsiniz. Hər bir şey, bütün məlumatlar var. Təşəkkürlər, çox sağ olun.